Prezident İlham Əliyev Slovakiyada rəsmi səfərdədir. Dövlət başçısı Slovakiyada rəsmilərlə görüşərək ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Görüşlərdə enerji, müdafiə sənayesi, turizm və birbaşa aviareyslər kimi əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Slovakiya Milli Şurasının sədri Prezident İlham Əliyevi qarşılayıb. Dövlət başçısı xatirə kitabını imzalayıb. Prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Rixard Raşi Azərbaycana, Qarabağa səfərini xatırlayıb. İşğaldan azad edilən Ağdamın Başqərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirakını ölkələrimiz arasında dostluğun nümunəsi kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında keçən il strateji tərəfdaşlıq sənədinin imzalandığını və əlaqələrimizin bu zəmində inkişafını vurğulayıb. Söhbət zamanı enerji, müdafiə sənayesi, birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edilib. Prezident İlham Əliyevin Slovakiyanın baş naziri Robert Fico ilə təkbətək görüşü olub.